أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل وسلم على نبينا محمد. الله أكبر الله أكبر الله أكبر الله أكبر. أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدا رسول الله. أشهد أن محمدا رسول الله. حي على الصلاة. حي على الصلاة. حي على الفلاح. حي على الفلاح. الله أكبر الله أكبر. لا إله إلا الله. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه. إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن الله غفور رحيم. صدق الله العظيم. Muhterem Müslüman kardeşlerim, Allah-u Teala'nın bizlere bahşetmiş olduğu en üstün ve en değerli nimet iman nimeti. Bizleri insanlar içerisinden seçip en hayırlı ümmet olarak yaradan ve bizlere ebedi hoşbəxtlik vəd edən, rəhimli, mərhəmətli, ne kadar günahlarımız olursa olsun onları affetmeye qadir olan Allah'a həmd olsun. Bizler Allah'a ve ahiret gününe iman eden, bu dini İslam'ı hayatına tetbik etmeye çalışan, onun kitabını hayatımızın merkezine koymaya cəhd eden xeyirli bir ümmetik. Ümmetlerin içerisinden seçilmiş en xeyirli, en son ümmetik. Resulullah sallallahu aleyhi ve sellemin kardeşlerim diye met ettiği bir zamanda yaşıyor. Bu bir həqiqətdir ki, ahir zaman fitnələrin artdığı, günah ve haramların rahat işlendiği bir zaman. Ama unutmayacağız ki Allah affedendir.
Açın qardaş, Quran-ı Kərimi, baxın, görün, Allah Subhanahu Taala'nın günahları əfv edəcəyinə dair nə qədər ayələr var. Nə qədər kitablar var biz Allah Subhanahu Taala. Əksər ayələrdə Allah Teala günahları əfv edəcəyini vəd edir. Xutbənin əvvəlində oxuduğum ayənin son qismi idi. Allah Subhanahu Taala şübhəsiz ki, Allah günahları bağışlayandır, əfv edəndir. Biz Rəbbimizlə aramızda olan münasibətimizi nə qədər canlı saxlasaq, həyatımız o qədər gözəlləşəcək. Allah əfv edəndir, rəhimlidir. Məlikul mülkənin mülkün sahibidir. Bol verəndir. Hər şeyi eşidən və hər şeyi görəndir, qardaşlar. Biz dəfələrlə xütbələrimizdə Allahın kitabından, Rasulullah sallallahu aleyhi ve sellemin mübarək və pak olan sünnət səniyyəsindən bəhs etməklə özümüzü və sizləri buna həqiqi mənada yönəlməyə gözəl bir şəkildə nəsiyyət edilir. Quran sadəcə əlimizə alıb oxuyacağımız bir kitab olmasın, qardaşlar. Bu bizim həyat modelimizdir. Bir müsəlmana sənin həyatındakı Qur'anın yeri nədir deyə soruşanda, o mənim həyatımdır deyə cavab verəcək həqiqi mənada bir qəlbə və o qəlbdən süzülən bir lisana, bir dilə, səmimi bir sözə ehtiyacı var. Həqiqətən də mi Quran-ı Kərim bizim həyatımızdır? Nə qədər o ayələri yaşıyor? Rasulullah sallallahu aleyhi ve sellem 23 illik risalətində bu Quran ayələri ilə tərbiyə etdi sahabəsini. Allah Resulü zamanında onun yetişdirdiyi sahabələrdən günah edən olmuyor mu? Olub, qardaşlar. Günahsız, unutmuyor. Günahsız qul yoxdur. Qudsi hədis var. Allah Subhanahu taala deyir ki, əgər siz yer üzündə günah işləyib arxasından tövbə etməsəydiniz, mən sizin hamınızı həlak edər və sizin yerinizə günah edib arxasından tövbə edən bir dövüm yaralarım. Bəs yaxşı, günahkara İslamın baxışı nəyə yöndədir, qardaşlar? Günah edən bir bəndəyə Allahın və Rəsulunun, Allahın kitabında və Allah Rəsulunun sünnəsində münasibət necədir? Rasulullah sallallahu aleyhi ve sellem dəfələrlə hədis şərifdə deyir ki, qardaşlarınızı şeytana tərk etməyin. Yəni, düşdüyü bataqlıqdan əlinizi uzadın, çəkin, götürün. Çəkin yanınızı, dəvət edin, nəsiyyət edin. Bunu canlı Rasulullah sallallahu aleyhi ve sellem tətbiq edib. Ondan sonra gələn Raşid xəlifələr hamısı bunu tətbiq edib. Bu gün, əziz qardaşlar, elə bir zamandayıq ki, günah işləmək savab qazanmaqdan daha rahat. Savabın çətinləşdiyi bir fitnə dövründə yaşayır. Günahın isə asanlaşdığı bir dövründür. Unutmayaq, biz Allaha iman gətirmişik. Biz Allahın kitabını oxuyuruq. Allah Rasulunun hədislərini oxuyuruq. Həyatımıza tətbiq etməyə çalışırıq. Günah edən bir müsəlmana bizim baxış açımız, yanaşma tərzimiz çox önəmlidir, qardaşlar. Günahkar bir müsəlman qardaşına ağır xəstəlikdən əziyyət çəkib, həkimə müraciət edərək, xəstə kimi baxır, o cür rəhmlə, mərhəmətlə, gözəl bir şəkildə onu dinləmək, düşdüyü xətadan qurtarmaq lazımdır. Həkim kimi baxacaq. Biz onu günahı ilə baş-başa qoysaq, ondan üz döndərsək, əgər ona əlimizi uzadıb, o çətinlikdən, o bataqlıqdan biz onu qurtarmasaq, kim qurtaracaq qardaş? Kimə bırakırsınız? Allah'a mı həval edirsiniz? Allah Subhanahu hesabı bizdən soruşacaq ki, sən nə etdin o qardaşlar? O xəta etdi, günah etdi. Sən onun günahdan dönməsi üçün nələr etdin? Biz bunun hesabı nə edirik? Dəfələrlə qardaşlar, Quran-ı Kərimdə bir ayəni həmişə deyirəm. يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ O gün qardaş, kişi öz qardaşından qaçacaq.
Birinci bunu deyir Allah Subhanahu. Həmin o qardaşdır, baxın. Biz onu günahı ilə baş-başa qoyub tərk etdiyimizə görə qiyamət günü Allaha şikayət edəndə biz ondan qatacağıq. Biz onu tərk etdiyimiz üçün Allah Subhanahu bizi hesaba çəkəcək. Halbuki biz bu dünyada ona uzaq atsaq, onun o günahına həqiqi mənada tərk etməsi üçün yardım etsək, Allah Subhanahu bizim də günahlarımızı əfv edib, bizə də yardım edəcək. İslamın bütün mövzulara baxış prizması dünya üzərində gəlmiş, keçmiş və bundan sonra gələcək bütün sistemlərdən, əxlaq modellərindən üstündür, unutmayın. Lə raybə fihi deyir Allah Subhanahu. O kitabda heç bir şübhə yoxdur. Allahın kitabına şübhə olmaz. Rasulullah sallallahu aleyhi ve sellem ketindən danışmayın. Və mə yəndiqu anil həvə və innəhu ləvəhyi yuhə deyir Allah Subhanahu. O heç vaxt həvə həvəsindən danışmaz. Onun danışdığı yalnız vəhidir. Bizlər bu dünyadayken bu günahların bataqlığın içində, sıkıntıların, çətinliklərin, maddi mənəvi çətinliklərin içərisində boğulan bir müsəlmana burada əl uzadıb kömək edə bilmiriksə, qiyamət günündəki bizim halımız yaxşı olmayacaq. Budur ki, həyatımıza çəkimizdən vermək zamanı, birlik bərabərlik zamanı, sahib çıxmaq zamanı, müsəlman qardaşınıza sahib çıxın. Edib xətanı, yoxdur xətasızdır. Həzrət Ömər radiyallahu anh zamanında bunu demişəm qardaşlar. İçki içən birisi var mı? Hiç vaxt varıb gəzmir. Buna deyirlər ki, içmə, ha bax. Möminlərin əmrinə, xəlifəyə xəbər çatsa sənin halın yaxşı olmayacaq. Qısa deyəcəm, ədaləti ilə məşhur idi Həzrət Ömər ibn Xattab radiyallahu anh. Həm də sərt idi. Sərt idi qardaşlar. Amma o müsəlman qardaşına qarşı neynədir? Heç nələ bir qardaşı deyək, məktub yazıb göndərir onun üçün. Mü'min surəsinin ilk 3 ayəsini yazıb göndərir, Qafir surəsi. Onu Allah'a ayəsini xatırladım ki, Allah rəhmli və mərhəmətli olmaqla bərabər əzabı da şiddətlidir. Xəlifə idi, gücü də var idi, imkan da var idi, cətizdirər və onu cəzalandırardı. Ama etmədi. Onu nəsiyyət etdi, Allah'ın ayəsini göndərdi. O müsəlman, o ayəni oxuyandan sonra ağlayır, tövbə edir, uzaqlaşır o günahı. Biz burada adi xırda bir səhv edən, hansısa bir günahını gördüyümüz bir müsəlmanı, bırakın özünüzü ondan tərk etdiyinizi. Biz onu cəmiyyətdə biabır usula edirik. Tüm müsəlmanların gözündə alçaldırıq. Adam yaşamağa yer tapa bilmir, tərk edir, gelir buna. Niyə qardaşım? Nə qazanacaq? Bax, sual verirəm. İçimizdən birimizin cəhənnəmə girməyinə səbəb olduğumuz anda bizə Allah'tan mükafat veriləcək mi qardaşım? Bir müsəlmanın odda yanmasından bizə nə qalacaq? Nə qazanacaq? Bir qardaşımızın günahlar içində bataqlığın içərisində bata-bata boğulub orada məhv olmasından bizim əldə etdiyimiz nə olacaq? Yer mi yoxdur cənnətdə qardaş? Yerimizi mi dar eləyəcək bizim orada? Nədir bizim dərdimiz? Niyə axı biz müsəlman qardaşlarımıza qarşı rəhimli, mərhəmətli, mehriban, sevimli, onun hər şeylə həqiqi mənada halı ilə həmhal olmağı özümüzə dərd bilirik. Nə qədər yığılsa bütün aləmin dərdinin böyüklüyü Allah'tan böyüklüyü. Bu bizim əqidəmizdir qardaşlar. Birazdan Allah'ın yüzüne duranda ilk deyəcəyiniz kəlmə nə olacaq? Allahu Ekber. Allah həm böyükdür. Allah həm böyükdür qardaşlar. Mənim də, sizin də, hamımızın sıxıntısından və dərdindən böyükdür Allah Subhanahu. O bu günə qədər özünə sığılanları heç birini arda qoymuyor. Biz də qoymayacaq. Olur ki, günahkara, günah edən birisinə, günah içində qalan və bataqlıqda çabalamağa çalışan birisinə İslamın buyurduğu şəkildə yanaşır.
Allah Subhanahu taalanın əmr etdiyi formada rəftar edir. Allah Resulü sallallahu əleyhi və səlləmin İslamın ilk illərində çəkdiyi əzab, əziyyətə görə ilk şəhid, ana və atası ilk şəhid olan o zülmlə döyülən müsəlmana dediyi bir söz var. İnkar edir Allah Subhanahu taala. Biz səni bir də o cür əziyyət etsələrdi, yenə inkar edir. Çünki bilir onun qəlbindəki. Biz hardan hara gəldik? Değişen nedir? Ayə değişmiyor. Hədis değişmiyor. Değişen bizik qardaş. Biz özümüzü düzəldib değişmediksə, bizim bu gün, bu zaman, bu çətinlikdə, Allahla aramızdakı münasibət, Allah Resulü s.ə.v-in sünnətinə münasibət və baxışımız değişmediksə, hiçbir şeyimiz değişməyəcək. Kim nəyə can atırsa, vallahi Allah subhanətə nəsib eləyir olur. ألا إن أحسن الكلام والله العظيم كلام الله الملك العزيز العلام فإذا قرأ القرآن فاستمعوا له وأنصتوا لعلكم ترحمون. الحمد لله حمدا كاملا والصلاة والسلام على رسول محمد وعلى آله وأصحابه أجمعين تعظيما لنبيه وتكريما لفخامة شان شرف الثقيل فقال عز وجل من غير المفترى وأجرى إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم ارحم الخلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله. Cemaatimiz saflarımızı sıx və düzgün tutaq ki, Allah-u Teala'nın rəhməti, bərəkəti cümləmiz üzərinə olsun. Arkadaşlar, cənazəmiz var. Cümlə namazı bitən kimi biz burada gözləyəcəyik, cənazəyə gətirsinlər qabağa və cənazə namazını davam edir. Kimin imkanı varsa iştirak edə bilər, yox, gedə bilər. Çünki bu savab və həqiqi mənada bizim üçün faydalı bir əməldir. Amma məcburi deyil, istəyən qalsın. Mən əzanı, zöhrün əzanı veriləndə bizim bir bacımız da dünyasını dəyişdi. Biz əzan vaxtımızdır. Allah Subhanahu hər birimizə bu dünyada imanla yaşamağı və imanla bu dünyadan köçməyi nəsib eləsin. Allahu Ekber. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم
صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين محلقين رؤوسكم ومقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا الله أكبر سمع الله لمن حمده الله أكبر الله أكبر الله أكبر الله أكبر الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد الله أكبر سمع الله لمن حمده الله أكبر الله أكبر الله أكبر الله أكبر السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.
السلام